Burada sadəcə incə toxunuşlarla yaranan əsərlər, heyran edici rənglər deyil, zaman və ruh da canlanır. Milli İncəsənət Muzeyi Azərbaycan təsviri sənətinin keçmişdən günümüzə uzanan geniş panoramasını sənətsevərlərin ixtiyarına verir. Azərbaycan təsviri sənəti, klassikadan postmodernizmə adlı daimi ekspozisiya, dərin məna qatları və fəlsəfi yükü ilə tamaşaçısını bədii səyahətə aparan tematik otaqlardan ibarətdir. Bakı mənzərələri tematik otağında gümüş kimi parlayan Xəzər, daş küçələr və şəhərin üzərindən uca olan günəş tabloların içindən boylanır. Əyyub Hüseynovun, Asəf Cəfərovun, Tağı Tağıyevin də əsərlərinin yer aldığı bölmədə toplam 9 sənət əsəri sərgilənir. Ziyarətçiləri müxtəlif nəsillərə mənsub sənətkarların əsərləri ilə tanış edən tematik otaqlar, rəssamlar üçün artıq həyatda olmayan sənət dostlarını yad etdikləri görüş yeridir. Bütün burada olan rəssamlarla yaxın ünsiyyətdə idi. Bu sərginin insanın qəlbinə çox böyük, mən deyərdim, yaddaşı oyadır, çox yaxşı hissləri oyadır və doğrudan da mən minnətdarlıqla bu sərgiyə baxıram. Və hər bir əsərin yanında yadıma saldıram o müəllifləri. 73-cü ildə mən bu əsəri işləmişim. 74'te bitirmiştim. O vaxt üçün bu bir, mən deyərdim, inqilabi əsəri. Ona görə ki, o vaxtı bu üslubla işləmək o qədər də Sovet üslubu değildi. O qədər də hasant değildi bunu göstərmək. Ekspozisiyada sərgilənən 80-ədək əsər arasında şəhər peyzajları, psixoloji dərinliklə işlənmiş dolğun portretlər, rəngkarlıq nümunələri və mücərrəd kompozisiyalar da var. Bu tematik otaqda isə ziyarətçilər görkəmli şəxsiyyətlərin sadəcə portretlərini deyil, onların simasında yaşanmış illərin izlərini də görürlər. Burada Üzeyir Hacıbəyli, Arif Məlikov, Mikail Müşfiq kimi sənətkarların portretləri nümayiş olunur. Sonra janr əsərlərini göstəririk. Həm 50-ci, 60-cı illərə aid olan əsərlərdir və biz görürük ki, necə hər 10 il ərzində həm üslub dəyişilir, həm mövzu baxımından yenilik olur və bütün bunları bu sərgidə görmək mümkündür. Dünyada tanınan Aydan Salaxova keçən il bizə öz əsərini, Boşluq adlı əsərini hədiyyə eləyib və bu əsər də bu zalda nümayiş olunur. Açılış mərasimində çıxış edən incəsənət xadimləri ekspozisiyanı milli təsviri sənətimizin yaddaş kitabı kimi dəyərləndirdilər. Arzu Yusif, Qəhrəman Məmmədov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.